Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nesta'in. Sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Salamlayıram sizi, değerli tamaşaçılar, bu mübarək və gözəl ayın 3-cü günündə. Allah təbarək və Teala bütün ibadətlərinizi, dualarınızı qəbul eləsin və bizi də öz dualarınızda unutmayın inşallah. Bugün 3-cü bir ayə ilə sizin xidmətinizdəyəm. Hansı ki bu gözəl ayə Allahın bizə sifarişi məhz Quranın 3-cü cüzündə Ali İmran surəsinin 92-ci ayəsindədir. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Len tenalul birre hatta tunfiqu mimma tuhibbun. Bu gözəl ayədə Allah bizə buyurur ki, sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə əsla kamil yaxşılığa nail ola bilməzsiniz. Len tenalul birre hatta tunfiqu mimma tuhibbun. Qeyd edir ki, yaxşılığa, kamil yaxşılığa nail ola bilməzsiniz, ta ki öz sevdiyiniz şeylərdən Allah yolunda infaq eləyəsiniz, xərcləyəsiniz. Çox gözəl bir ayədir və bu gün həqiqətən də mən düşünürəm ki, cəmiyyətdə mərhəmətin, insanların bir-birinə məhəbbətinin azaldığı və həyatın virtuallaşdığı bir gündə və insanların sadəcə uzaqdan uzağa bir-birini gördüyü, virtual aləmdə daha çox ünsiyyət qurduğu günlərdə, İnsanların İslamın təşviq etdiyi, İslamın dəvət etdiyi bir çox işlərdən uzaq düşdüyü bir günlərdə həqiqətən də bu ayə tam yerindədir. Bilirsiniz ki, bu ay ən gözəl fürsətdir ki, biz yoxsullara əl tutaq, kömək edək, dəstək olaq. Və yoxsul dedikdə nəzərimizdə tək maddi yoxsullar olmasın. Mənəvi yoxsullar da ola bilər. Bəzən ünsiyyət qurmaq üçün əziyyət çəkən insanlar ola bilər. Bəzən kimsəsi olmayan, sadəcə bir hal-əhvala ehtiyacı olan insanlar ola bilər ki, biz bu insanları nəzərimizdə tutaq. Və Ramazan ayının elə gündəlik dualarında da vurğulayır ki, fəqirləri doydur, ilahi fəqirləri doydur, əsirləri azad elə. Bunlar hamısı bizim üçün ismarcdır ki, gündəlik biz bunları eşidək və bilək ki, fəqirləri doydurmaq lazımdır. Köməksiz insanlara, üryan insanlara kömək etmək lazımdır, geyim vermək lazımdır. Bütün bunlar əslində hamısı bizə çatdırılan ismarcılardır. Və gəlin bu ayənin ətrafında danışaq. Burada bizə Allah Teala çatdırır ki, sevdiklərindən bağışla. Yəni, ey bəndəm, mənə yetişmək istəyirsənsə, öz ən sevdiyin əşyalardan, ən sevdiyin zamanından, ən sevdiyin rəftarından təqdim elə insanlara. Yəni, sevdiyin şeylərlə rəftardan gedir. Sevdiyin əşya, sevdiyin kitab, sevdiyin zaman, bu hər şey ola bilər. Hansı ki, biz onları infaq edə bilərik Allah yolunda. Və mən bir qayda olaraq Quranın ayəsindən bu nöqtələri sizə çatdırmağa çalışacağam. Baxın, əksər halda biz niyə müvəffəq ola bilmirik? Müvəffəq ola bilmirik ona görə ki, biz əksər halda böyük işlər görməyə çalışırıq. Amma qayda budur ki, biz kiçik işlərdən başlayaq. Yəni, sən ki, ey bəndə, oruç tutursan, namaz qılırsan və Allahı razı salmağa çalışırsan, çalış ki, kiçik şeylərdən başlayasan. Məsələn, adi bir sevdiyin xörək. Bir sevdiyin xörəkdən hansı ki, hətta indi şəraiti də var ki, iftar süfrələri açılır, qonşuya bir sevdiyin xörəkdən ver, ehtiyacı olana ver, yoxsulu dəvət elə, qohumlar arasında bax gör kimin daha çox ehtiyacı var. Sadəcə öz sevdiyin yeməkdən başlaya bilərsən, adicə bir meyvədən başlaya bilərsən. Sevdiyin, ən xoşladığın güldən başlaya bilərsən ki, kiməsə bu gülü bağışlamaqla bu günlərdə əhvalını yaxşı eləyəsən. Hansı ki, sən özün o gülü görməkdən, qoxulamaqdan xoşlanırsan, xoşhal olursan. Və yaxud biz gündəlik ictimai həyatda işə gedirik, işdən qayıdırıq, dərsə gedirik, dərsdən qayıdırıq. Avtobusda, yəni nəqliyyat vasitələrində, metroda hansısa bir şəxsi yorğun görürsənsə ki, üzündən yorğunçuluq tökülür. Fərqi yoxdur, o dindardır, qeyri-dindardır.
Əsas odur ki, o mənim mühitimdə yaşayan insanlardan biridir və o hal-hazırda yorğundur. Ona öz rahatçılığını təqdim etməklə, yerini təqdim etməklə başlaya bilərsən. Kiçik işlərdən başlamalıyıq ki, ta ki böyük işlər üçün, böyük fədakarlıqlar üçün zəminə və şərait yaradaq. Öz ruhumuzu genişləndirək və böyüdək. Ta ki sevdiyin şeylərdən keçə biləsən. Hədiyyə edəndə çalışmaq lazımdır ki, ehtiyacım olmayan yox, ehtiyacım olub və ən çox sevdiyim şeylərdən bağışlamağı öyrənəm. Bunun üçün də xırda şeylərdən başlamaq lazımdır ki, insan özünü adət etdirsin. Baxın, bu iş üçün nə etmək lazımdır? Biraz böyümək lazımdır. Necə biraz böyümək? Baxın, əgər bir uşağa diqqət yetirsək, görəcək ki, uşaq öz gəlinciyini, öz maşınını, öz oyuncağını başqa bir uşaqla bölüşmək istəmir. Onu möhkəm tutur və vermək istəmir başqasına. Əgər əlindən kimsə alsa, başlayır möhkəm şəkildə ağlamağa. Əgər biz bugün öz həyatımızda sevdiyimiz əşyaları, zamanı və ilaxır hansısa şeyləri paylaşa bilmiriksə insanlarla, bu o deməkdir ki, biz hələ böyüməmişik. Biz hələ həmin o uşaqlıq dövründə qalmışıq. Bugün Qərb aləmi insanları kiçik saxlamağa çalışır və fərdiyyətə dəvət edir. İctimaiyyətə, yəni ictimai əlaqələrə, yüksəlişə dəvət etmir. Ancaq mən əsas birinci özüm, hətta Qərb psixologiyası ki, bugün hakim olub cəmiyyətimizdə, yalnız insanı bəzi dəyərlərə dəvət edir ki, biz elə bilirik ki, bu həqiqətən də doğrudur, amma bir də görürük ki, artıq narsizm cəmiyyətdə baş alıb gedib, egoizm cəmiyyətdə baş alıb gedib. Yalnız özün, əvvəl özün, ən çox özün, bu kimi sözlərlə narsizmi təbliğ edirlər. Özünü sev, özünü hörmət ed adı altında narsizmi təbliğ edirlər ki, insan xudbinləşir, yalnız özünü görür, ancaq öz istəklərini düşünür və bunu inandırım sizi ki, İslamın bəzi təyin etdiyi və təşviq etdiyi bəzi şeylər ki, izzət-i nəfsdir, özünə hörmətdir, digər insanlara hörmətdir. Bu kimi şeylərin adı altında təbliğ etməyə çalışırlar. Və bir də görürsən ki, insan artıq cəmiyyətdə heç kəsi düşünmür, yalnız özünü düşünür, ən çox özün xoşlayır və deyir ki, hər şey ki, mənə məsələn pis təsir edir, niyə mən özümdən keçməliyəm, niyə mən verməliyəm başqasına hansısa bir şeyi. Halbuki dinimiz deyir ki, ən çox xoşladığını, yəni Allah deyir ki, bizə ən çox xoşladığını əşyalardan, xidmətlərdən et insan üçün. Mömin şəxsin nəzərində, əgər insan özünü tam kamil yetişdirsə, mömin şəxsin nəzərində özündən keçmək və fədakarlıq nəyisə əldən vermək, itirmək mənasında deyil. Hansı ki, Allah təbarək və təala Qurani Kərimdə bir çox yerlərdə insanın fədakarlığını, insanın bəxş etməsini məhz ticarət kimi qələmə verib, bazar kimi qələmə verib. Allah Teala deyir ki, bəzi yerlərdə sən əgər malvuz və canıvı Allah yolunda xərcləyirsənsə, onu satın alan mənəm. Mən alıram onu səndən. Yəni, sən ticarəti mənimlə edirsən, alış-verişi mənimlə edirsən. Və Allahla olan alış-verişdə ən gözəl alış-verişdir. Nəyə görə? Əgər biz bir qədəm atsaq, Allah bizə tərəf 10 qədəm atır. Əgər biz 1 manat xərcləsək, Allah onun əvəzində 10 qatını, 10 bərabərini bizə qaytarmaq qüdrətinə sahibdir. Və bu ayədə Allah bizdən istəyir ki, bizə öyrədir ki, Allaha və kamil yaxşılığa yetişmək üçün infaq edək və infaq etdiyimiz şey də bizim ən çox sevdiyimiz və xoşladığımız şeylərdən olsun. Nəinki bizim gözdən kənara atdığımız, sevmədiyimiz və yaxud ehtiyacımız olmayan şeylər. Mən hətta dəfələrlə bu məsələni vurğulamışam ki, hətta gördünüz ki, ehsan eləmək istəyəndə hansısa bir xörəkdən, hansısa bir geyimdən ən yaxşısını, ən birinci, yəni ehsan etdiyiniz şəxsi nəzərdə tutun. Bu ən gözəl üsuldur ki, Allah Teala və Əhl-i-Beyt bizə bunu öyrədir. Amma əməl etmək üçün nə etməliyik? Hansı nöqtələrə diqqət yetirməliyik? Birincisi budur ki, biz sevdiyimiz şeylərin siyahısını tutaq. Məsələn, mən öz zamanımı çox sevirəm, özümüzə aid olan şeylərdən gedir. Mən öz zamanımı çox sevirəm, malımdan filan şeyi çox sevirəm, pula bağlıyam, zinət əşyamı bağlıyam və yaxud hansısa bir çantamı, hansısa bir libasımı, geyimimi çox sevirəm.
öz istedadlarımı çox sevirəm ki, məndə hansısa istedadlar varsa və yaxud da mən bilirəm ki, hansısa bir işim başqasının işinə kömək ola bilər, dəstək ola bilər. Onların siyahısını tutmalıyıq və onları ehtiyac olan şəxslər arasında necə infaq edə bilərik, bunun yollarını axtarmalıyıq. Hədislərdə gəlib ki, hətta insan əgər öz din qardaşına öz dili ilə kömək etsə, yəni qəlbini aramlaşdırsa, sıxıntısını öz dili ilə yəni aram etsə, aradan qaldırsa, söhbət edərək, Allah qiyamətin günündə onun başının üzərinə bir sayə salar, yəni bir bulut kimi bir kölgə salar ki, cəhənnəm atəşi ona toxunmaz. Baxın, görün, sadəcə bir danışıqla. Amma bugün biz baxırıq cəmiyyətə ki, insanların əksəriyyəti danışıqla, statusla, paylaşımlarla başqa insanlara yalnız əziyyət etməklə məşğuldur. Yalnız insanların ürəyini bulandırmaqla məşğuldur əksəriyyət insanlar. Və yaxud da iynəli sözlərlə məşğuldur. Bəs deməli, insan dillə də infaq edə bilər. Öz dili ilə də, danışığı ilə də insanlara xidmət göstərə bilər. Amma başda bunu unutmayaq ki, niyyətimiz və qəsdimiz Allah olmalıdır və Allahı razı salmaq üçün bu işi görməliyik. Və ola bilər ki, biz zamanımızı kiməsə ayıraq. Kiminsə zamanımıza ehtiyacı var, zamanımızdan kiməsə ayıraq. Ola bilər malımızla kiməsə xidmət göstərək. İkinci nöqtə hansıdır? Yəni, nə cür iş görə bilərik? Ehtiyacımız olmayan şeylərdən yox, ehtiyacımız olan və sevdiyimiz şeylərdən xərcləməyə çalışaq. Zaten ehtiyacım olmayan şeyi vermək çox asandır. Bugün bir geyimə ehtiyacım yoxdur, rahatlıqla bunu verirəm. Bir geyimi sevmirəm, rahatlıqla onu verirəm. Amma sevdiyim şeylərdən təqdim etmək sözsüz ki, çətindir. Amma bu yolda inkişaf etdirmək özümü çox, yəni həqiqətən də mənim ruhiyyəmə kömək ola bilər. Və bunun üçün çalışaq. Bəzən gərək öz abır-həyamızdan xərcləyək ki, başqa insanların abır-həyasını özünə qaytaraq. Bəzən gərək öz, belə deyək ki, harasa getməyimizdən, zamanımızdan istifadə edək ki, başqa insanlara xidmət göstərək. Baxın, siz bunu məhz bu ayda başlayın və görəcəksiniz ki, həqiqətən də sədəqə vermək, ehsan eləmək, infaq eləmək, insanlara yaxşılıq eləmək sizin öz ruhiyyənizə nə qədər gözəl təsir bağışlayacaq. Bir insanın qəlbini dillə sevindirmək, bir insanın qəlbini ayırdığım 15 dəqiqə zamanla sevindirmək, hal-əhvalını tutmaq, ona hansısa bir diqqəti göstərmək, əgər onun ruhiyyəsini yüksəldəcəksə və bu Allaha xoş gedirsə, deməli, mən də, özüm də ruhən yüksələcəm və özümə mənfəət əldə edəcəm. Belə deyil ki, mən nəyisə itirirəm. Və fərqi yoxdur ki, qarşıdakı insan gələcəkdə bu zamanı, mənim ayırdığım zamana dəyər verir, yoxsa verəcək, verməyəcək. Əsas odur ki, mənim qəsdim Allahdır və mən Allahın buyruğuna əsasən həmin Ali İmran surəsi ayə 92-yə əməl etməyə çalışım ki, mən düşünürəm ki, və hədislərə əsasən ən gözəl zaman bu ayəni tətbiq etmək üçün məhz elə Ramazan ayıdır ki, Allah Taala bizi digər insanlara, ac insanlara xidmət göstərməyə dəvət edir, onları dərk eləməyə dəvət edir və bu ayda Allahın ən sevdiyi şeylərdən biri insanlara iftar vermək, ehtiyacı olanlara ehtiyaclarını aradan qaldırmaqdır. İnşallah ki, Allah Taala bizi bu yolda sabit qədəm eləsin və sizi də müvəffəq eləsin. Gələn gündə görüşmək ümidi ilə sağ olun, Allaha əmanət olun.